Hər şübhəyə cavab verilmədiyi kimi, hər danışan rafiziyə də cavab vermək düzgün deyil. Bir rafizidir, çıxıb rədd edir, düzdür? Əhl-i-Sünnənin adından danışır, alimlərimiz adından İbn Teymiyyə, İbn Həcər, İmam Nəvavi və s. alimlər, düzdür? Sən çıxırsan, o alimləri müdafiə edirsən. İbn Teymiyənin müdafiəsi, İbn Həcərin müdafiəsi, Əhməd İbn Həmbəlin müdafiəsi, İmam Nəvavinin orada belə deyib, rafizi şübhə atır İmam Nəvavi haqqında, rafizi şübhə atır İbn Teymiyyə haqqında. Mən çıxıram İbn Teymiyəni müdafiə edirəm. Bu iş deyil, qardaşım. Bu əslən yol deyil. O qədər elə hürən rafizilər var ki, yəni o qədər elə hürən rafizilər var ki, yəni o qədər elə hürən rafizilər var ki, yəni Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Ve la'nu daim ala a'daihim ecma'in. Bir neçə dəfə yalanlı, fırıldağını ifşa etdiyimiz Vəhabilərdən biri videolarının birində deyir ki, hər rafiziyə cavab vermirik, hər hürən rafiziyə və yaxud nə qədər rafizi hürür və biz onlara cavab vermirik. Baxın, bu şəxs kimdən danışır mənə maraqlı deyil. Hansı rafizini, yəni hansı şiəni, rafizi deyəndə biz şiələri qəsd edir. Təhqir edir, mən dəqiq bilmirəm. Amma bu şəxsə şəxsən bizim haqqımızda qardaşlar deyirlər ki, buna yazmışıq. Blok edirlər, uzaqlaşdırırlar, ondan sonra cavab vermirlər, bir sözlə qaçırlar. Bax, mən heç bir təhqir etmədən, heç bir nalayiq söz demədən bu şəxsə sosial şəbəkələrdə çıxıb şiənin əleyhinə bilmədən və yaxud bilir, gizlədir, saxtakarlıq edir, həmin şəxsi normal bir dillə debata dəvət edirəm. Gəlsin debata, hətta debata gəlməsə də öz kanalında cavab verə bilər. Nə qədər vəhabilər oldular ki, öz kanallarında onlar bizə cavab verdilər, biz öz kanallarımızda bəhslər hazırladıq. Sən əgər həqiqətən də bizi müşrik hesab edirsənsə, mən açıq-aşkar səni ya canlı debat, ya da öz kanalında da cavab verə bilərsən. Gəl, kişi kimi çıx, hünər ilə çıx, şirk təvhid mövzusunu bəhs edək. O ayələr gətirirsən, Allahdan başqasını çağırmaq olmaz və s. Gətir o ayələri bəhs edək. Xəbəriyyə sifətləri enib qalxmaq məsələsi. Halbuki bir bəhslərin birində girişdi bu məsələyə, qaçdı sonra. Biabır oldu öz əxlərinin də arasında. Gəl, enmə qalxmaq, xəbəriyyə sifətlərini bəhs edək. Gəl, səhabə ədalətini bəhs edək. Hətta bunlardan ən mühimi şirk təvhiddir də, ondan da mühüm mövzu yoxdur. Yəni sən orada da özünü müdafiə edə bilməyəcəksənsə, orada da bizi haqsız çıxara bilmirsənsə və qaçıb gizlənirsənsə, onda sən nə üçün çıxıb dindən danışırsan cəmaata? Hardasa oxuyub, ərəbcə müəyyən hədislər oxuyur, müəyyən ayələr oxuyur, əqidə izah edir onlara. Gəlginən orada alternativsiz danışmaq rahatdır. Gəl, şirk təvhid məsələlərini bəhs edək. Quran ayələri əsasında və sənin təfsirlərin əsasında. Gəl görək biz müşrikik, yoxsa müşrik deyilik. Sadə bir şəkildə dəvət edirik. Bir daha deyirəm, heç bir nalayiq sözə yol vermədən. Demirsən ki, biz hürən rafizlərə cavab vermirik. Kimsə səni yəqin təhqir edib, acılığa gəlib. Gəl, rahat şəkildə elmi bəhs edək. Görək doğrudan da, yəni elmi bəhs edən, rahat bir şəkildə, mədəni şəkildə səni debata dəvət edən bir şəxsin haqqında yəqin ki, hürən, rafizi sözündən istifadə etməzsən də. Yaxşı, onlara deyək ki, cavab vermirsən. Kimlərdirsə bilmirəm. Səni rahat bir şəkildə, ədəbli bir şəkildə dəvət edirik. Buyur, gəl canlıya, debat edək və yaxud da öz kanalında buyur, cavab ver, şirk təvhid mövzusunu neçə hələqə çəkər, neçə video çəkər, davam edərik, görərik biz müşrikik yoxsa müşrik deyilik. Cavab verməməyə gəldikdə isə, niyə görə başqalarına cavab verirsən? Məsələn, əşərilərlə o danışır, sən danışırsan, sən danışırsan, o danışır. Onu da haqlı hesab eləmirsən, onu da cahil hesab edirsən və yaxud onu da hiləgər hesab edirsən də bizim haqqımıza dediyin sözlərdən. Düzdürmü? Niyə bəs onlara cavab verirsən? Niyə bəzi şiələrə cavab verirsən? Deməli, özünü cavab verməkdə güclü hesab etdiyin mövzularda dayanmırsan, cavab verirsən. Video çəkirsən, cavab verirsən. Aydındır? Niyə bəs başqa mövzularda başqa insanlara cavab vermirsən? Nə fərqi var o rafizi ilə bu rafizin arasında? O əşəri ilə, məsələn, biz şiələrin arasında, misal üçün, təvəssül mövzusunda, şirk təvhid bəhslərində. Niyə orada cavab verirsən? Orada deməli sən
hardasa özündə bir cürət tapırsan, deyirsən, hə, mən bu mövzuda cavab verə bilərəm və başlayırsan cavab verməyə, bəhs hazırlamağa. Həmin cürətin, həmin hünərin varsa, buyur səni gözləyirik, gəl şirk, təvhid bəhslərini bəhs edək canlıda və yaxud öz kanalında, hamı da görsün ki, kim düz deyir, kim səhv deyir. Hətta bunu da təklif edirəm. Həmin videolar ki, bizim kanalda bəndə danışacağam və sən öz kanalında danışacaqsan, əgər canlı debata gəlməsin, mənim videolarımı sən öz kanalında yerləşdir, sənin kanala baxanlar, sənin kanala baxanlar həmin videoları görsünlər və sənin videolarını da mən öz kanalımda yerləşdirim. Yəni cavab da verəcəyəm öz yerində, cavab videosu da gələcək. Cavab videolarını sən də öz kanalında qoy, sənin də verdiyin cavabları mən öz kanalımda yerləşdirəcəyəm. Görək ki, insanlar baxsınlar, qiymət versinlər. Mən niyə görə deyirəm öz kanalına da cavab verə bilərsən? Çünki bunun bir videosu qabağıma çıxmışdı. Orada deyirdi ki, deyəsən əşərlərlə dava qırığında idi. Deyirdi ki, mən danışıram, deyirlər gəl debata. Cavab verə bilmir, deyir ki, gəl debata. Yəni istəyirsən ki, debat mühüm deyil ki, mən öz kanalımda cavab verirəm də. Hünərim var, buyur cavab ver. Cavab verə bilməyəndə deyirsiniz debat. Mən də həmin o sənin o rəyini nəzərə alıb deyirəm, bəli. Çox gözəl sözdür. Sən öz kanalımda cavab ver, mən öz kanalımda cavab vereyim. İstəsən də sənin videolarını mən öz kanalımda yerləşdirim, verdiyin cavabları, sən də mənim cavablarımı öz kanalımda yerləşdir. Razısansa, buyur gəl, ədəb qaydaları çərçivəsində debat olsa 5 dəqiqə növbə ilə danışaq, 5 dəfə olmaq şərti ilə, nə də yarıda qalar, gələn debatlarda danışarıq. Ya da debat demirsənsə əgər öz kanalında buyur cavab ver. Velhamdülillahi Rabbil alemin və sallallahu ala Muhammedin və alihi tahirin.